Sən araşdırma. Dik durma bilmirəmmiş orasıdır ki, həqiqətən də taqətim qalmıyor. Çünki artıq bir il olub. Əşinə qalıb bilirlər. O yeni ildə də tək girəcəyimi düşünürəm. Bu yeni ildə, nə bilim, gic-gic beynimə şeylər gəlir. O yeni ildə də tək qalıram. Burada da ad günümdə tək idim. Nə bilim, sınaqdır. 5 alacaq bu sınaqdan da. Amma mən heç vaxt sevdiyim insanla sınanmaq istəməmişim. Çünki mən belə, yəni çox insanı sevib, necə deyim də, belə çox istəyə bilmirəm. Ancaq belə təkliyi çox sevirəm də. Mən yəni heç məsələ mamamdan dərdləşənmərəm. Yəni özümə qapanıq birisiyəm, belə başa tutalım sizə. Prosto bir insanı yəni necə çox istəyib ona bağlanırsınız və onsuz yaşaya bilmirsiniz. Elə eynən də yəni elə bir şeydir. Onsuz qala bilmirsən. Onu çünki hər şeyin kimi görürsən. Nə dərdin olur ona danışırsan. Və indi o danışdığın, dərdini danışdığın bir sənin yanında deyil. O qədər əziyyət çəkirsən ki, o sözlərlə ifadə edə bilməyəcəyin qədər çox əziyyət çəkirsən. Deyirsən, gülürsən, amma yenə də o olmur. Hər gülüşün altında da bir dənə o üstün smailik yatır. Ona görə çox insan məsələn deyə bilər, gülürsən falan, amma heç kəs bilmir ki, sənin içində nələr çəkirsən. Nə olsun ki, gedib dostlarına deyib gülürsən. Amma başını gəlib yastığa qoyursan, yeni şeylər. Sadəcə özünüzü aldadırsınız ki, bugün bu dostumla görüşdüm, hər şey yaxşı keçir, amma yolda gedirsən, başını yastığa qoyursan, yeni şeylər. Yeni sıxıntılar, yeni depresiyalar, yeni onsuzluq. Yəni, lap onsuzluq olmasın, hansısa bir sıxıntınız olsun, yeni şeylər. O qapıdan çıxırsınız, bura kimi, yarı yola kimi bir yerdə gedirsiniz. Orada da, Kötəxanada, yarı yola kimi bir yerdə gedirsiniz. Sonra o qalır orada, sonra siz oradan gelirsiniz də. Mən gedirəm, sağollaşırıq, görüşürük, eləyirik də. Arkaya baxıram, deyirəm, bəlkə gəlirsən sən də. Ya bir yerdə çıxaqdır, nə olacaq ki? Adam həqiqətən çox pis olur. Balaca sözü. Başıma gələn sadəcə çətinlikdir. Və mən sevdiyim insan mənim yanımdadırsa, düzü pis bir şeydir bu. Heç kimin yaşamasın, heç düşmanım belə yaşamasın, arzu eləmərəm, amma sevdiyim ən azından yanımdadır. Və mən bunun üçün həqiqətən çox yaxşı bir şeydir ki, ən azından bilirəm ki, nə vaxtsa bir gün gələcək. Əvvəl-axırda, ya gec olacaq, ya tez olacaq, amma yanımda olacaq. Amma çox insan sevgilisi, nə bilim, başına bir iş gəlir, xəstəxanada olur, ya komada olur. Yəni, ən azından bu yaxşı bir şeydir. Nə dedi məhkəməm? Məhkəmə noyabrın 4-ü olacaq və bunda da sübutlar baxılacaq, sübutlara baxılacaq. Əsas o sağlamdır, bəli. Əslində nə istəyirəm? Mən onun yeməyidir, içməyidir. Onlar var, sağlamdır, onlar var, vəsə. Mənim üçün bu da əsas. Düzdür, əsas odur ki, mənim yanıma da gəlməsi əsasdır. Amma orada onun nəfəs almağı, məni yığmağı, yəni o qədər yaxşı bir hissdir ki, yəni onu düşünmək belə, onu beynindən keçirmək belə o qədər yaxşı bir düşüncədir ki, çünki insanlar var ayrılırlar, məsələn deyirəm də, insanlar var ayrılırlar, ya nə bilim, nəsə bir şey olur, sevdiyi insan başqası ilə evlənir, onda bilirsən ki, zəng eləməyəcək, yanında olmayacaq.
geri dönüşü də yoxdur. Yəni fikirləşirsən də bunları, amma inşallah hər kəs üçün yaxşı olar. Düzdür. Ölür ya da onu demək istəmirdim. Onu nə bilim, o mənim üçün öyle. Çok pis bir şeydi o. Onu Allah hiç kese yaşatmasın cidden. Çok pis bir şeydi. En azından uşağımdan da o şeyleri yaşatmak istemezdim. Çünkü o çok pis travmadır. Çünkü mesela öz hayatımdan gedimdə mən atama çok bağlı olmuşam. Həmişə yəni o gedəndə işə falan əlindən tuturdum, yəni ona belə də ağlayırdım ki, mən də apar da. İşte də indi o oradadır falan. Onları düşünmək istəmirəm. Yox. Ona görə deyirəm, yaxşı ki yoxdur. Çünki ağır bir şeydir, uşaqla ora get. O analar görürəm də orada. Çox çətin bir şeydir. İlk addımında yanında olmursan, məktəbə məsələn qəbul olunanda yanında olmursan, o pis bir şeydir. Xeyirlisin inşallah uşaqlar. Heç kəs yanımda olmayanda bunu pis başa düşə bilərsiniz, amma sizin görmədiyiniz tərəflər də var. Heç kəs yanımda olmayanda, heç də dərdimə qulaq asmayanda, hər dəfə məsələn öz durub özüm üçün ağlayanda, amma deyəndə ki, boş şeydir də, nəyə görə ağlayırsan, heç maraqlanmayanda ya da, amma mən ağlayanda həmişə mənim yanımda olub, dərdimə qulaq asıb. Məsələn, əsəb olmuşam kimisə, məsələn, ailəmlə danışmışam, ona məni təmənnasız heç bir söz demədən, yəni qulaq asıb və bu çox böyük bir şeydir. Məni həmişə qabağında qoyub başa salıb. Yəni necə başa salım? Yəni heç kəsin eləmədiklərini o mənə eləyib. Kimsə məsələn deyir, niyə hamıdan çox onu çox istəyirsən? Çünki çətinliklərimdə, hər hansısa bir başıma nəsə bir iş gələndə həmişə o mənim yanımda olub. Problemi olsa belə onu qoyub və mənim yanıma gəlib. Ürəyim sıxılıb demişəm, taksiyə minib gəlib, maşını olub, məsələn, dayısında olub. Ya nə bilim, cibində pulu, o pulsuzluğu da yaşamışıq, pulluğu da yaşamışıq. Cibində pulu olmayıb, məsələn, ən son gül almışdı mənə, məsələn, onda səhifəsi bana getmişdi. Elə bil ki, orada kartda qalır da, kartdan pul çıxara bilməmişdi. Dayısından borca pul götürmüşdü və o gülü mənə elə almışdı. Yəni çox şey bilmişsiniz, amma biz hər şeydən çox yaxşı da keçmişik. İnşallah bundan sonra da hər şeydən belə keçərik. Deyirəm ki, ata pisdir də, əməliyyat olur da. Bugün əməliyyata girdi, amma yaxşı çıxdı da, şükür Allah. Dedim, ata əməliyyat olur. Deyir, ara şey eləyir, əməliyyat olur, hələ toyumuz olacaq, hələ toya gələcək. Deyirəm, inşallah yaxşı olar. Deyirəm, tamam deyirəm. Deyir, nə lazım olsa, onun üçün hər şey eləyərəm. Çox sağ ol, deyirdim mən də. Hələ deyir, toyumuz olacaq, hara gedir? Onu çox sevirəm mən. Hər şeydən çox sevirəm.